Öz Elmətin mən bu xətt çox təhlükəli xəttdir. Gəndə mənada. Burada sürət var. Görürsünüzmü? Heç elə də görsənmir oradan qatar çıxan digər tərəfdən. Buranı söküblər, dağıdıblar. Bəli. Buranı söküb dağıdıblar. Bunu kimlər edir? Bunu özümüz eləmişik. Mən inanıram ki, saatda bir 90 gələn qatar elə orada görünəndə təxminən 2 saniyə buradadır. Hadisə indi bayaq da qeyd elədik də bir dəfə olur. Bəli. Həyatda da bir dəfə oldu, bitdi. Buradan oraya 3 saniyə sən qaça bilərsən. Qatar o tində görünəndə onun gəldiyi sürətlə hesablasan 3 saniyə burada səni vuracaq. Və sən onu görənə kimi, o hissi həyəcanı yaşayana kimi, beynindən informasiya alıb bu yolu qaçıb keçənə kimi artıq iş işdən keçir. Hətta mən bir məsələni qeyd edirəm, özümə borc bilirəm. Çünki bu bizim həqiqətən Azərbaycan dəmir yollarının rəhbərliyini çox ciddi narahat edən məsələlərdən biridir. İnsanlar buradan yolu keçirirlər, bax bu formada bu setkaları dağıdırlar, bu hasara, mühafizə kasarlarını dağıdırlar. Baxırsan kifayət qədər yaşı var, kifayət qədər yaşlı adamdır. Qulağında bəzən taxıb o musiqə qulaq asmaq. Bəli, qulaqlıqlardan. Qulaqlıqdan istifadə edir, telefonda başı qarşılı o əl telefonunda və bu formada o yol keçir. Buna görə əlbəttə belə yerdə bu hadisələr olmalı. Doğrudur. Dəfələrlə biz mühafizə departamenti rəisi Cənab Şəquliyevin göstərişindən o dəmir yoluna yaxın olan məktəb, orta məktəb təhsil müəssisələrində biz şagirdlərlə maarifləndirmə çox böyük işlər görmüşük. Mən uzun illərdir bu sahədəyəm. Bir şey, yəni səmimi şəkildə etiraf etməliyəm ki, dəmir yol keçidləri, dəmir yol xəttlərinin ətrafında yaşayan sakinlərlə görüş məhz bu son dövrlərdə elə Rövşən müəllimin cənab sədrin tapşırığı ilə həyata keçirildi. İndiyə qədər mən onu eşitməmişdim, görməmişdim və həm də daxili işlər orqanlarının əməkdaşları da bu tədbirlərə qoşulurlar, sağ olsunlar, dəstək olurlar. Mən düşünürəm ki, daha geniş maarifləndirmə işi lazımdır. Mən sizə də təşəkkür edirəm. Sağ olun. Sağ olun ki, bizə vaxt ayırdınız. Elə bizim bu çəkilişimiz, bu danışdıqlarımız da bir maarifləndirmə materialıdır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi bizim təşkilatımıza, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinə bir dəstək oldu ki, bu layihəni həyata keçirək və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi də digər bir layihə ilə bu maarifləndirmə işlərinin genişləndirilməsinə qərar verdi və ümid edirəm ki, bu çəkilişlər ilin axırına qədər olacaq. Biz bütün bu vəziyyəti araşdıracağıq və mən əminəm ki, bu sosial şəbəkələrdə bu görüntülər kimin qarşısına çıxsa, hər bir cümlə, bir faydalı bir şey öyrənsə və ona əməl eləsə, yaxşı nəticə olacaq. Hörmətli müəllim, mən də fürsətdən istifadə edeyim. Çox sağ olun. Azərbaycan Dəmir Yollarının və Qeyri-hökumət təşkilatı dövlət dəstəyi ilə birgə bu gözəl bir layihəni dəstəkləyirəm. Sumqayıt Mühafizə Bölməsinin rəisi kimi kollektivimiz adından sizə, rəhbərliyə, özlərinin minnətdarlığını bildirirəm. Sizə Elmətin mən təşəkkür edirəm sizə. Çox gözəl bir aksiyadır, çox gözəl bir layihədir. Bilirsiniz, insan bu dediğiniz ki, o paylaşılma olacaq, şəbəkələrdə, televiziya falan yerlərdə bu yəni də əhalinin, insanların maarifləndirilmək üçün, insanların öz həyatlarını qorumaq üçün, dəmir yolunu mənim işləmişəm o qızıl qayda qanunlara riayət eləmək üçün çox gözəl bir layihədir. Təşəkkür edirəm. Çox sağ olun, çox minnətdaram. Hər birinizə təşəkkür edirəm.